Sen de salam. Herkes. Salam arkadaşlar, necəsiz? Deməli, bəs uşağımın... Bilirsən, sürpriz eləyirdim ki, qoyun qaçıbdı. Mama geçdi məsələn. Baba, toy günü kəsmədi, şimdi ayağımın altında qurban kəsir sizə. Arkadaşlar, Alisa'nın qurbanı vardı, onu kəsirik. İnşallah Allah qəbul eləsin. Kəsək, gedəcəyik. Bizdə bir dənə bir şey yaxşıdır ki, biz özümüz kəsib, özümüz təmizləyib, özümüz doğrayırıq. Daha doğrusu papa gildə. Yazıq qoyun. Moşta. Ma onunla sürürsən, sən ayaqlarını zam şeyə qoy. Hə, sürür. O bir ayağında qoy canım. Sağ ol elə. Sağ ol elə. Alice gözələ sağ ol elə gedək. Sağ ol elə gedək. Getdi. Narahat sürülmür mama. Qoyun. Almışdıq. Hə, nəysə, kəsin qanı el eləyin ki, Alisa qanın görməz. Papa hər qoyun başı kəsəndə qorxuram papadan. Deyirəm ki, nətər vicdanımız gəlir insan o canın başını kəsməyə. Başını kəsərim ha. Ha, çox özür. Nəysə, mən baxmıram arkadaşlar, ürəyim götürmür, mən getdim. Mən getdim. Allah qəbul eləsin. Anaz bunlar. Mama insan getdi çıxdı. Oy, qapının kucuğu qaldı əlimdə Tacir. Onu tax üstünə. Az gəl bura. Oyasız bir. Gəl. Vicdanlı kardeşim, oxşayıb batsına. Madiyəni bura getmə, qan şey var orada. Tacir, arxaya apar, mama bura götürmədək, orada baş var. Biraz arxaya apar da. Bilmir, qapı üstünüdür. Tacir, gəl süt də. Hə, gedirik. Bu bilir ki, orada nəsə var. Ay Tacir, gəl oğluna sürtəsən əli boğunun. Bir əmci götürsündən gəl süt də bala, buy. Namaste. Deməli dostlar, kəsdik qurtardıq. İndi bölürük. Nə edirlər onu? 7 pay. Hanımı da göster. 7 pay. Hanım da oradan bakar. İnşallah Allah bütün qurbanların niyyətləri qəbul eləsin. Nəyə? Amin. Hə. Allah qəbul eləsin. Amin. Alisan xəbəri yoxdur qoyundan zaten heç. Kəsməyi qismət elə. Bilmir ki heç bu qoyundur. Demə qurbanı. Ha bu. Hə. İsmail qurbanı deyil, Alisan qurbanı. Hələ qoynaqdakı qoyunanı. Hə, qoyun axtarır. Buna baxır, deyir, haydi. Ali, sana Qoyun oradaydı deyir hanı qoyun. qoyun hə? Oradakı hə? Yoxdur. Hana getdi? Xoxu hanı? Xoxu hanı axtar? Hara getdi xoxu? Yoxdur. Gözəl dayana bilmədi, getdi yatmağa. Ürək pis oldu. Hə. Ürəyi pis oldu özü. Neysə, bölək payları uşaqlar çıxıb paylayacaq. Arkadaşlar. Baba, Allah'ın olsun ha, qırğın salaram. Hadi suyu. Qırğın salaram, qırğın. Papa gel, üf papa. Güzel, kesin. Pa Allah and olsun. Uuu, nə qayraram. İğrənərəm, ömür boyu yadından çıxmır. Mama! Mama dağıldı qan şeylər yerə sular. Arkadaşlar, hamısını qəşəng belə yığdıq. İndi aparıq Tacirlə paylamağa. Sirkəyə qoyarsan onu. Mən yatmışdım. Allah haqqı. Alisa'nı da yanımda yatırsırmışdım güya. Olmaz o. Ay Allah. Kənd həyatı yaşayır. Mən uşağım kənd həyatı zadı yaşamağını istəmirəm. Yazıq uşaqlar varsın. Bayramlara getmir, gəl burada kəndə. Tacir. Ay Tacir. Olmaz. Az qoyun. Babası Neyse arkadaşlar, gedirik paylamağa. Olmaz. Gidək paylayaq inşallah. Mətə yatmışdım kızlar. Allah haqqı. Arkadaşlar, çıxdıq evdən. Qoyduq hamısını paketlərə. 12 nə qədər paket çıxdı bununla? Nəysə oxşunda xeyli çıxdı. Amma hamısına qəşəng dolu qoyduq inşallah. Gedirik paylamağa. Bir də indi Tacir zibillər var maşında. Onları atsın.
Ondan sonra gedək paylayaq. Deməli dostlar, ilk paylarımızı 3 verdik. nəfər də orada, hə, oturan. Hə. 3 orada, bir də park. Yox. 5 nəfərdilər indi. Küçə təmizləyənlərə, biraz xalalara, xanımlara verdik. Allah canınızı sağ olasın. Bayramımız mübarək inşallah. Sağ olun. Özünüzə yaxşı baxın. Sağ ol. Bay bay. Sağ ol. Arkadaşlar necə sevinirlər tacir. Ay qurban olum. Adamın pulu ola həqiqətən də, yəni imkanı ola. Hər dəfə kəsə paylaya valla. İndi də bir dənəsini veririk arkadaşlar. Orada bir xala durur. Ona. Gidə inşallah. Qarşıda da deyirlər var. Çıxarlar inşallah. İşte arkadaşlar axırıncını da verdik. Bak bu nəniyə qismət imiş axırıncı. Oturup burada. Allah qəbul eylesin inşallah. Sevinir. Deməli uşaqlar payladıq. Allah qəbul eləsin. Deməli kimə veririk? Hansı, yəni süpürgə çanamıza veririk. Hamısı deyir ki, bir dənə də artıq ver qızıma verirəm. Bir dənə də artıq ver qızıma verirəm. Amma təbii ki, verə bilməzdik. Çünki qabağımıza kimlər çıxırdı, kimin qisməti idi ona verirdik də. Artıq vermirdik. Gönül istəyərdi ki, versin, vallahi artıq versin, çox versin. Amma balaca bir qoyun kəsmişdi. Yəni hamıya niyə çatmadı onu. Sonra da bitdi. Pul ver ona. Sağ ol. Pul ver aşkım. Deyib bunları ver də, alan nə olacaq? Puldur da. Manatlar da var, qəpiklər də var həyatım. Payladıq bitdi, Allah qəbul eləsin inşallah. Amma onu deyirdim axı, deməli hamısı deyir ki, bir dənə də artıq verin, bir dənə də artıq verin, qızıma verin, bacıma verin. Vallahi gönül istəyərdi ki, çox olsun, çox verək, amma maalesef ki... İnşallah bir dəfə ikisini kəsərik. İkisi nə deyirsən Allah, cəmaat istəyir də, yəni. Biz əlbəttə ki, hər kəs öz büdcəsindən görə kəsir, amma inşallah təbii ki, vallahi ikisini də mənə də nədir demək istəyirəm. Yəni ki, çoxdular da, adam görür. Elə də istəyirlər adama şey gəlir, belə. Bax, mən həmişə deyirəm ki, qaynanam indi deyir ki, qurbanlığı ətrafıva falan paylamazsan, getdi qapıya. Deyirəm ki, əti evində ət yiyilməyən adama verilməlidir. Biz ət yeyirik. Bizim ətrafımız evdə pisdən çoxdan, azdan çoxdan ət yeyirlər də. Bu yetimlər elə gözləyirlər ki, kim gətirib paylayacaq, ondan götürək. Yəni ət yeyilməyən adama verilməlidir o qurbanlıq. Onda hələ o xalalar bizə nə qədər dua elədiyini gördün. Yolun qırağına dayanan xalalar nə qədər dua elədilər. Yəni onların duası. Bilirsən ki, onlar evdə yəni qurbanlıqdan qurbanlığa ət yeyirlər. Yəni elə adamlara düşür deyə düşünürəm belə. İnşallah Allah bizə qismət eləyər. Birini də kəsərik, çox kəsərik, nə bilim, Allah hamıya qismət eləsin, hamı kəssin, paylasın, insanları sevindirsin, nə deyək. Acından ölürəm, gedirəm evimə bacım. Evimə dedim Mamagilə, oradan da Ali-san götürüb. Hərdə? Balaca yer var. Mama qəşən aş pişirib, mana qaşıq gəl desən Allah. Ay san yatıştırmışıq yerində. Arkadaşlar. Mamaya demişəm get mən su gətir, su içim. Gətirib kanisti qoyub qabağıma. Yəni yaxşı gəl. Mən dedim şılankı gətir. Açarsın da. Allah, mama papa dedi. Sən Xanım neysə. sizdə o sözlər görün baxım elə. Şükür məsələdə, o xanım məsələsi. Xanım dinci həyatım denəndə ağzını Hazır xanım deyirəm mən. Bu xanımdır. Qıraq sayılır. Ay sağ ol. Xanımım. Bu nə tər sayılır? Aya. Ömrüm, aşkım. Mənə ömrümün pazı deyir. Ömrümün pazı. Arkadaşlar yedi içtik, karnımızı doyurdu, müddət yedirik.
Hara deyirsən, nə? Hə, denən də denən, nə? Deməli Allaha qurban olum uşaqlar. Hanı? Qurbanı kəsəndən sonra bir dənə yağış başladı. Leysan getdi. Mən qaldım. Ne oldu? Getdi uşaqlar eyvə. Baxın uşaqlar. Su bastı hər yerdən yəni. Bizim məhəllə tərəfi belə su basmıyor. Bu asfaltda olan yerlər su bas. Özdə fikir versən ancaq asfalt olan yerlər su bas. Kanalizasiya yox. Buna, bu nədir? Ay Allah. Hamısını yıkılan var. Bu biri qalıb kimi solda. Tamam. Bu nədir belə? Gör nə qədər yağdı. Hələ də yağır da. Aslan oxşur ya bu. Birinci. Belə yağır da şifre yağır. Ay aman. Bizim məhəllə qupqurudur. Deməli arkadaşlar, gəldik evə. İnanırsınız ki, Alisa gəldi evə, yedizdirdim bacı. 2 dəfə yedizdirdim özdə. Biri gələn kimi, biri də biyaq yedizdirdim. Özün öldürdü ki, mən gedirəm şeyə, nənəmgilə. Mən də təzəndən papağan yığdım ki, gəl apar. Bir dənə də belə anarın atasından, bizim Səmayın anarın atasından, belə ucuz idi deyə sağ olsun bizə indirim elədi. Əlavə divan üstü aldım. O da şeyə görə aldım, dəyişənəkdə. O birisi divanımın üstüsün ki, pis gündə idi. Təzə aldığımdan dəyişənək. Belə, paltolarımı yerə baxın, bacımız ağları yudu. Alisa yoxdur evdə, dedim ki, şimdiden çay keyfi eləyim. Ondan sonra gedək məndən bir də paltolarımızı ütləyək arkadaşlar. Çünki paltolarımız çoxdur. Ütlənəsi paltolarımız var. Və gözəl. Niyə gülürsən? Hələ deməmişəm axı nəyəsən. Yox, elə bildim müqəddəs ona zat deyəcəkdim. Yalan deməsən, bilirsən mən nə deyəcəm. Nəyi? Mən də gedirəm, sakitçilik hökm sürür. Gözəllə sevdi. Hə, hardan iş görürəm, bu qədər işim var. Elə bir qəşəng deyir ki, uşağımı deyir, göndərdin, indi otur dincəl. Bu qədər paltarları kim ütülür, kim qatdalayır, kim yerlə yığır? Övladım sən kömək eləyərdi, Hə, ütüləyərdi. o kömək eləyərdi, sən övladım mənə. İncitmir ya, Alisa uşaqlar, mən incidən uşaq deyil. Prosta dayanmır. Deyir, çölə çıxart məni. Pürüzdəki ondan önce axır baxlar görürəm ki, video çəkə bilmirəm. Ancaq qışqırır videolar. Altın plastinasını ütləyirəm hal-hazırda. Cəmaatı üstümüzə salmağa çalışırdı, boğazda canıyla. O birisi evdə uşaqlar çixol ütləmirdim. Çünki çixol plastina taxmırdıq. Ancaq çixolların yastıq üzlərini ütləyirdim də. Bunun üstündən sarı şey geyinsən üstü olmaz. Nə? O qalan şey var. Yox, o da gedib çıxardırsan da hava sərin. Bax, bunun bu üzünü ütləyirəm. Sonra çevirəm, o bir süzünü ütləyirəm. Sonra təzəndən qatlayıram, çevirəm, bu bir süzünü, bu süzünü ütləyirəm. Onda bütün plastina ütlənmiş olur arkadaşlar. Bəli. Bəli. Süpersən. Bilmirəm, ütüm yaxşı açmır, ya nədirsə. Su yoxdur bəlkə ütünün içində. Yoxdur, hər dəfə ütləyəndə təzən su olur. Bax, indi çevirəm bu üzünü ütləməyə. İndi sonra 2 dəqiqə səbirli olsam, mən bir dənə bunu o bir süzün içəri qatlayıb çevirsəm geçsin, əla. Bir dəqiqə qutarım, bir dənə səbirli olur. Məncə amma ikisi də belə eləyəndə o bir tərəfi də açılır. Açılır, bax göstərirəm. Bax, bura var, bax, bura. Bunu belə qatlayıb, təzəndən belə çevirib. Oranı da ütləyirəm ki, Bildim. Rastinlə hər yerin ütü dəymiş sayəsində. Bu mən nənəm öyrədir o vaxt. Belə ütləyirəm. Nənə heç də, nənə. Nənəm bilmədiyi şeyə qurt düşər. Hə, Allah onu ütlüyordum. Bunu nə kəsilir bilmirəm. Allah sən bu evə çox görməsin. Amin. Mən də.
Qızım, ən əsas qızım. Evet arkadaşlar şu an Uşaqlar, yağışdan sonra olan havaya baxın mənə. Heç elə bil belə şey olmuyor. Görsən biz səhər duranda dünyada nələrsə baş verir. Onları gördük bu günlər. ne mənalı? Yəni bu gün mən durdum, həyatla tanış öz oldum. adıma danışdım. Hə. Həyatla tanış oldum. Çünkü ben her saat 9'un yarısı zaten dururam. Gördüm ki, dünyada nələrsə baş verə bilər də, yəni. Görsən günorta saat 3'e kimi. Bakın arkadaşlar şimdi bak bu iki tarafı yüklemişim. Şimdi bunu sevilen böyle içe bu birisi tarafı yükleyeceğim. Dallı kabaklı. Neyse 10 koy 2 dakika bunu tutmayın. Arkadaşlar sen taksi vurabilirsin. Tacir taksisini vursun gitsin. Ben de ona kimi bunları kurtarım. Video önünde oldu olmadı. Her dəfə yəni yükləyirəm də Allah şahidim deyən. Prosta indi vlogumuza əlavə eləmək üçün sizə göstərirəm hər dəfəsində. Yoxsa ki bacılı sırf bunu video xətrinə yükləmir də. Yəni Allah şahidimdir. Alisan tatlıları ümumiyyətlə Alisan doğulandan həssasam o konuda. Bəli. Alisan elə özün asob paltaryanı var idi. Hə, vallahi almışdı. Bizimkilərlə qarışmır. İşlətmədim düzdür amma var idi. Pirusdakı o bir sevdə çikolpurasınlarımızı ütləmirdim çünki çikolpurasından çalmırdı. Ancaq yastıq üzlərini ütlüyordum. Yastıq üzləri istifadə edirdim çünki. Yəni bu bir göstəriş deyil. Tacir geçsin toya bacım, mən də pakulan mütlüyüm. Gedim özünüzü çox demirəm. Bir yarımda saat dincəlim. Heç nə yox. Çox ehtiyacım var. Mən gedim də. Dincəlməyə. Qoy telefonumu bura güllər və günahlara baxıram. Tez elə. Al. Görüm. Kızlar Alisa'yı yatıştırdım. Yine bir şey demek istedim. Təcili bilirsiniz də baxıma gitmiştim saçıma. Saçımdan baxıma hələ yumamışam. Baxın. İndi inşallah uyandan sonra nəticəsini sizlərlə bölüşəcəm. Yorumları oxudum. Dünənki videoda qurbanımızla bağlı yazmışsınız ki indi tam bilmirəm nə demək istəyirsiniz amma çoxsunu oxudum. Demişsiniz ki qurbanlıq bu şeydə kəsilmək olmaz falan filan. Mən səhv eləmirəm. Şimdi siz bu videoya baxdığınız gündür bayram. Yəni Qurban bayramı. Yəni bizim kəsdiyimiz gün deyil. Və mən onu soruşdum. Yaxınımızdan həm xalamdan, xalamda tanıdıqları var. Plusdakı xalamın yoldaşından Bazidən. O da dindarda, yəni başı çıxır belə şeylərdən. Dedi heç bir problem yoxdur, kəsmək olar. Bayram yəni siz bu videoya baxdığınız gün olacaq. Biz isə qurbanı bugün kəsmişik. Yenə də əgər indi ola bilər də hər insan hər şey bilməyə bilər. Yenə də dəqiq aramızda tam yəni düzgününü deyən varsa yorumlarda mənim üçün yazar, zəhmət olmasa. İnşallah ki Allah qəbul eləsin. İnşallah ki yanlış kəsməmişəmdir. Yəni mən onu niyə kəsdim? Qoyun deyim onu da sizə. Alisa niyyət eləmişdim ki, Alisa'nın ağzından hansısa cümləni tam qurum inşallah Allahın izni ilə tam eşidim. Qurban kəsərəm Allah qoysa. Mən də Alisa'nın ağzından bu nədir sözünü tam bilirəm ki, soruşur ki, misal üçün bu nədir? Onu eşitmişdim və boynumdaydı da düşünürdüm ki, belə bir niyyət eləmişdim, onu kəsməliyəm. Və ona görə də o niyyətlə kəsdim. Yəni şükürlər olsun, cümləni eşitdim, kəsdim. Əslində o vaxtda biz şeyə gedəndə, 5 barmağa gedəndə ziyarətə, orada bir kişi bizə demişdi ki, qurbanı niyyət eləyib kəsmək deyil də, kəsib niyyətin qəbul olmağını istəmək və niyyətin qəbul olanda inşallah birində kəsmək daha müstəhəbdir, daha yaxşıdır deyə demişdi. Yəni təsəvvür edirsiniz, necə bilmirəm sizə çatdıra biləcəm buradan yox. Yəni misal üçün də mənim uşağım misal üçün danışmış. Mən qurban kəsirəm ki, inşallah uşağım danışsın. İndi kəsirəm, danışandan sonra birini də kəsəcəm. Əslində o daha savabdır deyə eşitmişdim. Amma indi mən belə elədim, nə bilim, hər kəs çox güman ki, belə edir, niyyət tutur, qəbulu və qurbanı kəsir. Mən də demişdim ki, Alisa'nın ağzından bir dənə cümlə eşidim, inşallah Allahın izni ilə kəsərəm. Bir dəfə də ən birinci qurbanımızı Alisa da qız istəmişdim. Demişdim, inşallah Allahın izni ilə qızım olsun, sağ-salamat olsun, yəni qız övladım olsa sağ-salamat olsun. Mən ona qurban kəsəcəm. O niyyətimi ilə Alisa doğulan günü kəsmişdim. Yəni doğuldu, xəstəxanadan çıxdıq, gəldik, kəsdik.
Ondan sonra bir dəfə də kəsmişdik. Onu nə üçün kəsmişdik bilmirəm. Səhv eləmirəmsə heç onda niyyət falan eləməmişdik. Bir də indi. Amma indikində niyyətim var idi. Yəni sözümün canı nədir? Mən bunu bugün kəsdim də. Yəni bayram sabahdır. Əgər yanlışlıq varsa, mənə zəhmət olmasa, bilən bir adam yorumlarda yazar. Bilirsiniz ki, mən yorumlarda sizə cavab verə bilməsəm də, mən yorumları hər zaman diqqətlə oxuyuram və bir şey də mənim, yəni baxıram da o da nə yazırsınız, nə yazmırsınız, hamısını diqqətlə oxuyuram. İnşallah ki, bu şeydə də düzgün eləmiş olaram. Bir dənə də yorum oxudum xanımlar. Deməli, çox demək ki, xanım da bunu yazan. Yazır ki, gözəl xanım, sən də ev və qonaqların gələndə belə bir süfrə aç. Elə ancaq sushi sifariş edirsən. Qızlar, mənim evimə gələn, and olsun Allaha ki, bax, Xalidə çıxmaq şərti ilə xalam gil nəzərdə tutursunuzsa, vallahi billahi deyirəm, sushi onlar özləri istəyir. Çünki hər altı bəzər bizə gələndə 5-ci gün gəlmirlər, məsələn 6-cı gün gəlmirlər, 5-ci gündən yığırlar ki, hə gözəl gələcək altın sushi sifariş edərsən də. Yəni bunu mən sırf yemək pişirmək istəmirəm və yaxud pişirə bilmirəm deyə bir şey yoxdur da. Özləri istəyirlər. Həmçinin də misal üçün rəfiqələrim yəni nəsə gəlirlərsə, misal üçün deyirəm ki, hə yeməyi bugün hazırlamışam, aş pişirəcəm. Hə misal üçün deyir ki, hə misal üçün aşı yeyirik, deyir, hə bir dənə də sushi sifariş edərsən, deyirəm ki, hə. Və xanımlar, Xalidədir, ətrafımda olan xanımlardan söhbət gedir də. Mən bilirəm ki, heç kim mənim evimdə, siz niyə elə düşünürsünüz bilmirəm, həqiqətən anlamıram da, yəni insanlar niyə belə düşünür bilmirəm, amma onların heç biri mənim evimdə mənim nə yeməyimə görə gəlmirlər, nə nəyiməsə görə gəlmirlər. Yəni belə olduğu halda biz yaxınlıqda mən bunu hiss eləyərəm, amma gerçəkdən elə bir durum yoxdur. Amma siz yazırsınız ki, bir dəfə də sən onlara belə stol, bir dəfə də sənin görəklə neyniyə. Vallahi deyirəm, mən yeri gəndə stolda açıram. Mən yeri gəndə bütün mənim evimə gələn qızlar öz görür ki, mən onlara ürəyimi qoyuram da, yəni ortalığa. Misal üçün mən demirəm, mən çox yemək pişirə bilirəm. Mənim əlimdən gələn şeylər var ki, onları mən də hazırlayıram, mən də eləyirəm. Belə böyük, aşırı Xalidə misal üçün qızlar var 32, səhv eləmirəmsə ya 33 yaşı, bilmirəm, səhv eləmirəmsə də, yəni Xalidə məndən qat-qat böyüdür və maşallah olsun ki, o bilir, öyrənib hamısını, ailəsi, qaynası, yəni məndən çox belə utopluqda normaldır onun hər şeyi pişirməyi, çox normaldır. Mən də inşallah 10 yaşına çatanda Allahın izni ilə o xanımlıq şeyi gələndə mənə, mən də pişirəcəm, düşürəcəm. Amma bir daha vurğulayıram, mənim evimə gələn xanımlar mənim nəyiməsə görə gəlmir. Bir dənə siz buna fikir verən ki, hə, gözəl yemək pişirmir qonağına, falan şey davranır, bəhmən şey davranır. Yəni, bu da niyə siz fikir verirsiniz, mən onu anlamıram. Amma yenə də fikir verirsiniz, mən də sizə hörmətlə cavab verirəm. Belə, ayın 2-si Allah qoysa bilirsiniz ki, toydayıq. Paltarımı seçmişəm, saçım, makyajım sadə bir şey olacaq, çox güman ki. Biz şeyə gedəcəyik, ya da demirəm. Toy günü bilərsiniz inşallah. Qoyun sürpriz olsun. Toyda bu arada Kənan da olacaq. Dostumuz Zaur da olacaq. Tacir, mən falan. Yəni öz grubumuz olacaq da. Müsalə falan hamını çağırıblar da. Bir dənə Xalidəgili çağırmayıblar. Çünki Xalidəgilin araları yoxdur da. Amma ondan sonra inşallah bilirsiniz ki, Xalidənin ad günü yaxınlaşır. Xalidədən qabaq Gülü ilə mənim də ortaq rəfiqam var, Nərmin hicablı. Onun doğum günüdür. Onun doğum gününə gedəcəyik. Sonra Xalidənin doğum günüdür. Sonra Rayvin doğum günüdür. Obşumda doğum günlərimiz maşallah olsun. Xeyir işlərimiz çoxdur. Allah hər kəsə xeyir iş qismət eləsin. Xalidənin ad gününə şalvar köynək geyinmək istirdim. Yaxın rəfiqəsi olaraq fikirləşdim ki, ortadan çıxmayacağım və rahat bir şey geyinmək istəyirəm. Amma bugün xalamın əlində bir şey gördüm. Öz xalam var, Hilalə onun əlində. İstəyirəm onu fırladım ondan, onu geyinim. Yupqadır, uzun yupqadır. Amma qəşəng bir şeydir də. Altı belə az şeydir. Üstü tüllüdür, altında astarı var. Qəşəng bir şeydir. Ola bilsin ki, xalışın ad gününə onu geyindim. Təcil, amma üstünə kombin olaraq köynək tapmalıyım. Təbii ki, kabloqla geyinəcəm. Bu arada keçən səfərki Gülüyü də soruşmuşsunuz. Qızlar, Gülü dünən bizdəydi. Vloga çəkmədim çünki çox əsəbidim. Dırnaqlarımı soruşmuşsunuz. Dırnaqlarımın hər birini əsəbdən yemişəm. Allah köməyim olsun inşallah. Sağ olsun, qeyb qoyduracam. Bilmirəm,
əsəbdən. Niyə məndə belə olur qızlar? Özümdən asılı olma. Bax, yeyirəm, mayasını qopardıram, başlayıram sonra zırıldamağa, ağrıdan ölürəm. Amma çox əsəbi idim, yedim hamısını. Oldu, keçdi o da. Həmin gündə Gülü bizdə idi. Gülü əsəbi deyildi, amma başqa söhbət idi. Qızı Gülü də bizdə idi. Əsəbim deyə Gülü ilə video çəkəmədim. Yəni Gülünü çəkib göstərə bilmədim. Amma halbuki Gülü özü demişdi ki, yəni video çəkərik, izləyicilər elə bilir ki, dalaşmışıq, eləmişik. Heç bir problemimiz yoxdur xanımlar. O söhbət elə o vaxtdan bağlanıb. Yəni mən də bilirəm ki, orada artıq heç bir şey yox idi. Gəlir də, gedir də, danışırıq da, deyirik də, gülürük də. Yəni belə qlobala çevriləcək bir şeyimiz yoxdur, şükür Allah. Belə. Nəsə uzun danışdım, bacı elə bir. Qızlar, yeməğimi pişirmişəm, Alisa yemək pişirmişəm. Mama da sağ olsun aş qoyub bizə. Bugün pişirmədim yemək, çünki mama aş qoyub, amma Alisa'nın supunu gələn kimi pişirdim. Patlılarımı ütülədim, ağlarımı yuydum, qaralarımı yuydum, sərdim, ev işləri ümumiyyətlə bitmir ki, bitmir. İndi saat hal-hazırda 11-ə qalıb, Alisa'nı da saat 9-da yatıstırmışım. Mama gildən gələndə 9-a işləmişdi. Yedizdirdim, biraz oyadı, altını batırdı, dəyişdim, yudum boynun boğazını, əllərini apardım, qoydum yatmağa. O da yatdı. Belə. Sifarişlərim var, tabellikdən. Sabahlarım onlar gələcək, inşallah ki, bunları götürəcəm. Saçıma görə yumuram. Saç baxımı almışam, maskası, şampunu, tabellikin deyirlər, çox qəşəng saç uzadır. Onları gözləyirəm ki, onlar gəlsin o şampunla, maskayla yum saçlarımı. Amma saçlarım çox özünə gəlib. Hələ yumamışam qızlar. Yuyandan sonra da tam sizə göstərəcəm. Bir də yazmışsınız ki, saçınızın dibinə siz zat vurursunuz. Mənə cövhər zat, belə mixəy zatda. Sizin saçınızı codlaşdıran, püskünə qoyan odur. Çox düz deyirsiniz. Çünki mən onları vurandan sonra qızlar yumuram saçımı, qalır saçımda saç olur, taxta, saçma maskası istifadə eləmirəm. Ona görə başlamışam, botoksdan sonra demişəm saçıma bundan sonra ancaq maskalar sürtəcəm və saçımın belə qəşəng hamar qalması üçün əlimdən gələni eləyəcəm. Çox demirəm, bir il eləsəm, inşallah əminəm ki, saçlarım düzələr. Gedim, düzələr dərkən, yəni ən azından çiyimdən aşağı düşər. İndi acımışam, deyim özümə yemək gətirim, yemək yiyim qızlar. Qızlar, yemək yemirəm. Vallahi yemədim, yeməyəcəm də. Düşünürəm ki, mən bilirsiniz də, kofe içirəm, Güldən həm maraqlanmaq üçün, həm də qollarına məşq edirəm. Saat 11-də demirlər. İndi bacı mən aş yesəm, vallahi köpərəm. Bir üstə kökələrəm təzəndən. Kökəlməyi də qətiyyən istəmirəm, arıqlamalıyam. Ona görə su içirəm. İnşallah ki, bu su mənə doydurar. Kökələ bilmərəm arkadaşlar, dəhşət kökəlmişdim. Arıqlamaq üçün can verirəm də bildiyiniz. Bədənim əməliyyatdıyam, mənim bədəndən kökəlmirəm, qətiyyəm. Nə qarnım çıxmır, nə yəni heç yerimə vermir. Bir dənə bacı bax, o qollarıma verir. Qollarıma da verəndə elə bir gül açmışam, əməlli başlı. Dəhşət bir şeydir. O vaxtı Xalidə ilə gecə qatıq, xiyar, acanda. Bir də o belə nə deyirlər, o suya atırsan şişirəyə, ya qatığa qatırsan şişirəyə, az onun adı nədir? Ondan vurub yiyirdik. İndi evdə onlardan varımdır. Prosta hazırlamağa halım yoxdur. Yoxum da gəlir. İstəyirəm gedim tez yatım. Saat 11-də də jonki işləyib. İstəyirəm gedim indi tez yatım, acmayayım. Yatsam, yemək yeməyəcəm. Gecə vaxtı yeməyi tərk etməliyim. Bazı 2 gündür kofe içmirəm, yenə görürəm ki, qudurmuşam. Ona görə də gün ərzində bir dəfə yemək yeyirəm. Kofe atanda da bir dəfə yeyirəm. Amma tərslikdən gəlir axşama düşür o. Kofe atanda səhər yeyirəm, axşama kimi acmıram, sonra yatıram. Amma kofe misal üçün atmayanda nə səhər açıram, nə gün orta açıram. Bacı gəldim, ilişirəm axşamda, axşam açıram. Ona görə axşam da yeyirəm, kökəlirəm. Ona görə də indi yeməyəcəm. Sabahlarım tezdən durub kofemi mütləq şəkildə İçməliyəm ki, arıqlayım, toylarımız gəlir, toylarımıza kimi arıqlamalıyam. Çünki Tembolidə Talehin toyunda bacımızın paltarı qol hissələri açıldı. Nə qədər elədim, qol hissəsi qapalı bir şey, yəni tam giyinənmərəm zaten, iyun ayıdır, istiyə düşür. Piyosdakı paltarım çox qəşəngdir. Görmək istəyirsiniz, bilirəm görmək istəyirsiniz, amma toyda görərsiniz inşallah. Amma qəşəng paltarda bağlıdır, xanım xatından belə sizin sevdiyiniz bir tipdə paltarda, yəni açıqlığı falan yoxdur. Keçən səfər zaten videoda demişdim.
bol-bol su içməliyəm. Şişim çoxdur. Bir də vallahi deyirəm, bax mənə kim görür ekrandan həyatda da. Deyir, bacı sən bu ekranda nə boyda düşürsən, həyatda çox arıqsan. O da nədəndir bacı bilmirəm. Həqiqətən elə deyib. Bax bu ya böyrü üstə çəkirəm deyə videonu ondandır. Nədəndirsə bacı həyatda kök düşür. Həyatda arıqam, ekranda kök düşürəm. Bir də Tacinə alyanslarımızı dəyişməyə qərara gəldik. Bizim alyanslarımız nişan vaxtı taxılan alyanslardır. Və çox nazikdir də. Tacirə dedim ki, gəl bunları dəyişək. Özümüzə normal qəşəng toy, yəni evlilik yüzü yalaq da bundan. İndi inşallah bu toyları falan yola verək. Allahın izni ilə istəyirik onu eləyək. Allah qoysa. Neyse, çox danışdım bilirəm. İnşallah ki, sıxılmarsınız. Videonu sonlandıraq. Gedək mən də yatım. Sabahlarım inşallah görüşərik. Sabahlarım nə işim var? Əslində mənim sizə bir xəbərim var. Bunu hələ demək istəmirəm. Ona görə görüm o nə vaxt eləyəcək, o vaxt deyəcəm. Yəqin ki, sabah yox, birisində falan eləyəcək. Həmin günü bölüşərəm sizlə. İnşallah indən deyib nəfisləri üzərimizə salmaq istəmirəm. Sizə aid deyil ha. Pis nəfisləri deyirəm. Ona görə inşallah onu sonra deyəcəm. Elədiyimiz gün deyəcəm. Gedim yatım bacılarım. Deyirəm söhbətimdən. Misal üçün, bax, mən telefonu qoyaram belə. Saatlarla sizlərlə danışaram. Siz sıxılmazsınız, vallahi danışaram da. Yəni, siz yazın, mən oxuyum, sizə cavab verim. O da elə bir yorumda sizə yazmışdım ki, video çəkmişdim ki, siz yorumlarda mənə yazın, mən də sizlərlə söhbət edeyim. Bunu həqiqətən çox istəyirəm. Bir gün bunu sırf sizlər üçün eləyəcəm. Şəkil yerləşdirəcəm YouTube-a. Altından nə bir sual yox ha, misal üçün də həyatımızla bağlı, nə problemlər, nə çətinliklər falan varsa, mən hamısını oxuyub sizlərə cavab verməyi çox istəyirəm, sizlərlə söhbət eləməyi çox istəyirəm. Bunu bir gün bir vlogumda mütləq şəkildə sizlərlə bərabər eləyəcəm. Gidin indi yatım, sabahlarım inşallah yeni vlogla, danışıqlı vlog deyil də, uzun bir vlogla qarşınızda olaraq öpürəm sizləri. Sağ olun, salamat qalın. Bugün dəhşət çox pis yağış yağdı. Allah hər kəsin köməyi olsun. Yağışlar belə yağanda bacı qorxuram, deyirəm dünyanın elə bir sonu gəlir. Allah bu günah eləyənlərin günahlarını bağışlasın, haqqa girənləri bağışlasın ki, başımıza da Allah daş yağdırmasın. Amin inşallah. Öpürəm sizləri. Allah hər birinizi qorusun. Qurban bayramınız da mübarək olsun. Kəsilən bütün qurbanlar qəbul olsun inşallah. Nə niyyətiniz, nə arzunuz varsa Allah hər birini yerinə yetirsin inşallah. Canımız sağlam olsun, evladlarımızın canı sağlam olsun. Ömrümüz uzun və xoş getsin. Öpürəm sizləri. Sağ olun, salamat qalın.